Chevrolet Cobalt. Hə. Salonda 0 kilometrlə satılır. Bu maşın haqqında nə deyə bilərsiniz? Vallahi o Chevrolet Cobalt o gün bir nəfər adama məsləhət görmüşəm. Aha. Və sıfırında almışıq. Aha. $10 Allaha qiymətinə uyğun. İndi bu dəqiqə Neçədir ki qiyməti? Vallahi sıfırın 17.000 manata da qoyublar ora, avtomat korobka. Bəli. 17.000 manata da qoyublar. Yəni mən onu deyə bilərəm ki, salafan maşın üçün, avtomat korobka üçün, yəni gözəl bir şeydir. O qiymətindən mən şəxsən o maşının rahatçılığından ləzzət alıram. Yaxşı görək. İnan Allaha. O yaman deyirsən, oturursan taksiyə 300. Vay, rahatçılığından ləzzət alır. Daha bir dənə söz deyim. Kobaltda rahatçılıq. Üzr istəyirəm. Bir dənə nə olub ki Kobalta? Nə işdir? Bir dənə səbir rol gör nə deyirəm Sərxan qaqa. Səbir rolda başıma dönərəm. Bir dənə ona su gətirir qardaş. Bir dənə nə deyirəm? Üzr istəyirəm. Mənə bax dayı. Bir dənə səbir söz deyim. Salafan maşındır, bildiyin salafan maşındır. Qiymətlə maşını müqayisə eləmək olmur bir-biri ilə. 2026 salafanın soyub oturursan içinə avtomat korobka. 17.000 manata harda avtomat korobka var? Mənə bir dənə göstər də. Sən elə müqayisə niyə eləyirsən 17.000-ə 0 kilometr sən indi 17.000-ə elə maşın ala bilərsən ki, ondan qat-qat üstün, ondan qat-qat rahat. Nə ala bilərsən 17.000-ə? Elantralar ondan yaxşı. Elə 2011-in Vanus çıxıb dəyəri adamın Niyə başına. Vanus deyir ki? Vanus deyəsən o sürürsən, 250.000 probega 17.000 manata verirsən, 250.000-ə alırsan. Sürmürsən. Sürürəm, gözəldir. Nə xarab olmur, nə irəm. Nəysə. Prosta yenə söhbət nədən gedir? Biri var ki, 0-2 mı? Hə, 0 kimi Cobalt nə vidi var, nə fasonu var, nə danışırsan. Heç nə bağışla məni. Qardaş, müqayisə eləmirəm. Müqayisə eləmirəm. Hər maşının özünə aid qiyməti var. Yəni mənim sözümün mənası odur ki, Məmməd Qulusu. Dayı, yəni onu deyirəm ki, qiymətlə maşının salafanlığını tutuzurursan bir-birinə, başlayır bir-birinə düz gəlmir də. Yəni 17.000 manatın qabağında salafan maşın verir kişisə.